Münafiqun suresi. Rəhman və Rəhim Allahın adıyla. Münafiqlər yanına gələn zaman biz şəhadət veririk ki, sən şübhəsiz Allahın elçisisən, deyərlər. Allah özü bilir, sən onun elçisisən. Və Allah özü şahiddir, onlar yalancıdırlar. Ürəklərində başqa şey tutub danışırlar. İçdikləri andlarını qalxan edib özlərinə döndərərlər adamları Allah yolundan. Doğrudan da pisdən də pisdir onların bu əməli. Öncə iman gətirmiş, sonra küfür eləmişlər. Küfürlə möhürlənmiş ürəkləri. Artıq anlamazlar din nədir, iman nədir. Onlara baxanda boyları, buxunları xoşuna gələr sənin. Elə ki, dindilər sözlərini dinləyərək görürsən ki, divara dirənmiş quru kötük kimidirlər. Hər ucalan səs-sədanı döyüşə səsləyən əmri və özlərinin əleyhinə bilərlər. Düşməndir onlar, onlardan həzər eləsən. Allah öldürsün onları. Necə də aldanaraq imandan yayınırlar. Gəlin Allahın elçisi sizə məğfirət diləsin. Deyiləndə üzlərini arxaya döndərirlər və görürsən necə də təkəbbürlə haqdan dönürlər. Onlara məğfirət diləsən də, diləməsən də fərq eləməz. Onları bağışlamaz Allah. Yolsuzları doğru yola yönətməz Allah. Allahın elçisinin yanındakı mühacirlər üçün malınızdan xərcləməyin. Dağılıb getsin onlar, deyərlər. Allahındır göylərin, yerin xəzinələri. Amma münafiqlər anlamazlar bunu. Bu, savaşdan Mədinəyə sağ-salamat dönə bilsək, güclülər, yəni özləri zəifləri, möminləri oradan mütləq çıxaracaqlar, deyirdilər. Güc Allahda, Rəsulunda, möminlərdədir. Amma münafiqlər bilməzlər bunu. Ey iman gətirənlər! Nə mallarınız, nə övladlarınız Allahı anmaqdan sizi ayırmayalar. Allahı anmaqdan qalanlar itkiyə uğrayarlar. Nə qədər ki, haqlamamış ölüm sizi, nə qədər ki, Rəbbim azacıq da olsa mənə möhlət versən əgər, sədəqə paylayaram, yaxşılardan olaram deməmişsiniz, verdiyimiz ruzilərdən zəkat verin, xərcləyin. Allah möhlət verən deyil, əcəli gələn kəsə. İşləklərinizdən xəbərdardır Allah. Qariyat suresi. Rəhman və Rəhim Allahın adıyla. Ürəkləri döyündürən gün. Nədir ürəkləri döyündürən gün? Nə biləsən nədir ürəkləri döyündürən gün? O gün ətrafa səpələnib qaynaşan pərvanələrə bənzəyər insanlar. O gün didilmiş yun kimi olar dağlar. Ağır çəkili kimsələr razı qalacaqları bir ömrə qovuşarlar. Yüngül çəkili kimsələrsə uçuruma düşərlər. Nə biləsən o nə uçurumdur elə, yanar bir otdur o uçurum. Təkəssür suresi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim.
Mallarınızı, canlarınızı çoxaltmaq işi sizləri o qədər məşğul elədi. Axırda qəbirləri ziyarətə getdiniz. Yəni axır ölüb dəfn olundunuz. Xeyir, düz iş görmürsünüz. Tezliklə biləcəksiniz nəymiş bunun axırı. Xeyir, düz iş görmürsünüz. Kaş ki, yəqin biləydiz nəymiş bunun axırı. Cəhənnəmi şəksiz görəcəksiniz. Onu öz gözünüzlə yəqin edəcəksiniz. Və dünyada aldığınız nemətlər barədə sorğuya tutulacaqsınız o gün. Asr surəsi. Rəhman və Rəhim Allahın adıyla. And olsun zamana, ziyan içindədir insan şübhəsiz. İman gətirənlər, salih işlər görənlər, imana gəlməyi, səbirli olmağı bir-birinə tövsiyə eləyənlər isə uğramazlar ziyana. Huməzə surəsi. Rəhman və Rəhim Allahın adıyla. Yazıqlar olsun hər cür tənəbaza, dişxənd baza, o kəsə ki var yığar, yığdığını dönə-dönə sanayar. Sanar ki varı ona əbədiyyət var eləyər. Xeyr, hütəməyə dağıdıb uçuran bir şeyin içinə atacaqlar mütləq onu axırı. Nə biləsən nədir hütəmə? Allahın yanar odudur, hazırdır ürəkləri bürüyə. Hamının başı üstə bir qubbəyə çevrilə, yüksələrək sütun yuxarı.